Narsistlər niyə ayrılmazlar? Ümumiyyətlə, narsist üçün münasibət sevgi deyil, bir idarə etmədir. Bəs nəyə görə narsist bir insanın ayrılmır? Gəlin bunun 5 səbəbinə baxaq. Birinci səbəb, narsistlər tək qalmaqdan qorxurlar. Narsist insanın daxili boşluq olduğuna görə onlar qaldıqları zaman öz zəifliklərlə üz-üzə qalırlar və bu zəiflikləri qəbul etmək narsist üçün dözülməz bir haldır. 2. Səni itirmək istədikləri üçün deyil də, nəzarəti itirməkdən qorxduqları üçün səndən ayrılırlar. Ayrılıq narsist üçün bir məğlubiyyət hesab olunur. Bu isə narsistin egosu üçün çox böyük bir zərbədir. 3. Birdən dəyişərəm illüziyası yaradırlar. Ayrılıq yaxınlaşanda isə birdən dəyişirlər. Sözlər verilir, peşman olurmuş kimi davranışlar sərgiləyirlər. Amma bu dəyişiklik deyil. Bu sadəcə həyatındakı insanı yanında saxlamaq üçün göstərdiyi bir taktikadır. 4. Narsistlər üçün münasibət güc mənbəyidir. Sənin emosiyaların, davranışların, diqqətin, reaksiyaların hər biri narsist üçün bir yanacaqdır. Bu yanacaq kəsildiyi zaman isə narsist özünü dəyərsiz hiss edir.